Kənd cəmaatı sizi kəndimizdən salamlayıram. Buradakı bu təmizlik işləri tamamlandı. Məscidimiz inşallah istifadəyə verildi. Bu da hamamın təmizlənəndən sonraki vəziyyətini göstərirəm sizə. Baxın, bəlkə üç olmasın. Peyvi var idi orada. İnşallah o içəri, keçim içərini də göstərəcəm. Bu bir tərəf. Hələ bura bir aşağı Beşiktaşdan qalan qapının yerini yarısı qoydum da hələlik. Təmizlənməmişdən əvvəlki vəziyyətində görmüşdünüz. İndiki vəziyyətində. Sağ olsun təmizləyən qardaşlar. Bax, gül kimidir. Baxın. Əsas bax buradaydı. Bax, bura yığılmışdı. Baxın. Bura bilinmirdi ki, bura nə olur. Amma görürsünüz, burada bunun köşüsü var. Orada yağın su olub. Belə. Sağ olsun təmizləyənlər. Burada hər şey tabi bilinir ki, bura nə olur. Baba, bütün otaqlar gül kimi tərtəmiz. İnşallah yəqin ki, gələcək bu bir tarixi muzey olar da belə. Bu da görülən işlərin hələlik sonu. Məscid təmiz, hamam tərtəmiz, təmizləndi. Aşağı besitka tamamlandı. Stollar aşağıdan mənim yanımdan gətirildi, qoyuldu. Oturacaq qabaq stolları. İnşallah gəlin istirahət eləyin. Ağaçlarımızı, yəni Rauf qardaşımız gətirib əkdiyi ağaçları sulamağı yaddan çıxartmayın və təmizliyə riayət eləyin. Hamımız yəni nəzarətdə eləyək də kəndə ki, dağıtmasınlar. Sağ olun.